Xırdalanlılar. Mən gəlmələrdən danışmıram. Mən Xırdalanda yaşayıb, doğulub, elə Xırdalanlı olan insanlara, qeyrətli kişilərə, qeyrətli oğlanlara üzümü tuturam. Mənə bilirsiniz nələr şikayətlər gəlib? Deyir, Xırdalanda bilirsiniz nə qədər cinsi azlıq, nə qədər belə üzr istifadəmə görə petuxlar var. Mənə şikayət ediblər Xırdalandan. Deyir, doludular, belə sayı hesabları yoxdur. Kef edirlər, at oynadırlar. Bəli, at oynadırlar. Pul olarda, imkan olarda, nə bilim kişilər olarda, oğlanlar olarda, ən imkanlı kişiləri, oğlanları əllərində ediblər. Hörmətli Xırdalanlılar, hörmətli, qeyrətli qadınları, kişiləri hara baxırsınız? Mən təbii isti davaya, dalaşa, mağa, qarşı durmaya çağırmıram. Sadəcə olaraq onlarla söhbət aparın, maarifləndirin. Bunu etmək olmaz. Nəslimizə, adımıza, kökümüzə, şərəfimizə, şərəcəmizə eyibdir.